Andromeda galaktikasından çıxaraq portallar vasitəsilə Samanyolu galaktikasına daxil olan 3 Atlas dünyaya yaxınlaşır. Ekspertlər iddia edirlər ki, Atlas dünyanı istila eləməyə gəlir. Lakin bəs Atlas niyə gəlir? Əziz dostlar, Atlas 13 qardaşlıq sistemi tərəfindən dünyaya göndərilərək müşahidə aparılması üçün vəzifələndirilib. Atlasın içərisində hətta müdaxilə təyyarələri, xəstəxanalar demək olar ki, Atlas dünyada Galaktik İşıq Federasiyasının, yəni Samanyolu galaktikasına nəzarət edən Galaktik İşıq Federasiyasının Andromedada da... Qardaş, sən onun içində olmusan? Hardan bilsən onun içində xəstəxana var, təyyarələr var? Yox, sənə bu daxili məlumatı kimsə necəsə ötürüb? Gəlin sizə həqiqətləri danışım. Bəli, tamamilə doğrudur. 3 ay Atlas adlı böyük bir səma cismi çox böyük bir sürətlə, tamamilə doğrudur, 200 min km/saatda sürəti ilə yer kürəsinə doğru, daha doğrusu Günəş sisteminə doğru yaxınlaşmaqdadır. Amma bunun hər hansısa bir intergalaktik federasiya tərəfindən istila üçün göndərilmiş bir səma cismi olmasını təsdiqləyəcək hər hansı bir fakt yoxdur. Bu səma cismi nəyə görə ulduzlar arası sayılır? Çünki faktiki olaraq bizim Günəş sistemimizin kənarından bura daxil olur. Astronomlar bu 3 ay Atlas adlı kometi 1 iyul tarixində kəşf ediblər. Onun həcmini hələ də bilmirik, amma hesablamalara əsasən, Hubble teleskopunun verdiyi hesablamalara əsasən onun diametri 5.6 kilometr çapındadır. Bəli, bu bir kometdir və hər bir kometdə olduğu kimi bu kometin də bir quyruğu var. Lakin bu çox maraqlı bir kometdir, çünki onun həm arxaya, həm də irəliyə yönələn bir quyruğu var. Bu obyekt inanılmaz sürətdə Günəş sisteminə daxil olur. Günəşin gravitasiyası bu obyektin trayektoriyasını dəyişəcək və sadəcə olaraq üzü Yupiterə doğru gedib bizim Günəş sistemini tərk edib bəlkə də başqa bir sistemə daxil olacaq. Narahat olmağa dəyməz, çünki bu 3 ay Atlas adlı komet yer kürəsindən ən yaxın 270 milyon kilometr məsafəsində keçəcək. Bu da o qədər də təhlükəli bir şey deyil. Hətta yad planetli sivilizasiya axtarışı ilə məşğul olan SETI İnstitutu bunu təqzib edib. Onların paylaşdığı məqalədə də qeyd olunub ki, 3 ay Atlas adlı komet tamamilə təbii mənşəli bir kometdir və hətta bizim Günəş sistemindən belə qoca ola bilər. Dr. Avi Loeb'in hər hansı bir fərziyyələri tamamilə əsassızdır. Əslində bu cür səma cismlərini tapmağımız çox da təəccüblü deyil, çünki bizim texnologiyamız inkişaf edir və irəlidə biz bundan daha da təhlükələrini və daha da maraqlarını tapacağıq. Əlbəttə ki, hər dəfə belə bir şey axtardığımız, tapdığımız zaman bunu yad planetlərlə səhv salacaqlar. Bu qardaş ümumiyyətlə onlarla artıq danışır və onlar deyəsən evinə qonaqda çağırır. Yəni ki, narahat olmağa dəyməz. Bu komet bizdən 270 milyon kilometr uzaqda keçəcək və hər hansı bir təhlükə törətmir. Rahat yata bilərsiniz.